bərabərdir. Funksiyasının qiymətlər çoxluğuna daxil olan ən kiçik ədədi soruşur. X kvadrat üstəgəl 4x üstəgəl tam kvadrat arsaq 4. Geriyə neçə qalacaq? 20-dən 16. Bərabərdir. Bu ifadə bizə x üstəgəl 2-nin bağlanmış kvadratını verər. Ədədin kvadratının ən kiçik qiyməti nəyə bərabərdir? 0-a. Deməli, bu ifadənin də ən kiçik qiyməti 4 olacaq. Qiymətlər çoxluğu isə 4-dən təbii ki, müsbət sonsuzluğa olar. 18 nömrəli sual. X kvadrat çıxılsın 6x üstəgəl 5 bölünsün modul x çıxılsın 2 kiçik bərabər 0. Təbii ki, məxrəcimiz həmişə müsbət olar və 0-dan fərqlidir. Onda ilk qaydamız nə yazarıq? X çıxılsın 2 fərqlidir 0-dan, x fərqlidir 2-dən. Sürəti 0-dan kiçik götürərik. Kiçik bərabər 0 vuruqlarını ayırsaq x çıxılsın 2, x çıxılsın 3 kiçik bərabər 0-dır. Ədəd oxunda göstərsək daxildir olduğu üçün intervallarımızı daxildirlə göstərərik. Diqqətlə baxsaq x-in əmsal müsbət olduğu üçün sağdan sola doğru müsbət, mənfi müsbət deyə davam edərik. Bizə 0-dan kiçiklər, yəni mənfilər lazımdır. Deməli x daxildir. 2, 3 aralıq. Biz yuxarıda almışıq ki, x 2-dən fərqlidir. Deməli, biz bu mötərizəni 2 daxil yox, daxil deyil mötərizəsi ilə yazmalıyıq. Üzülüsan kökləri 1 və 5 olur. Necə 2 və 5-in altın yerini dəyişik düşünmüşəm. Bura 1, bura 5 olacaq. Bura 1, bura 5. Onda x daxildir. 1-5 aralığı, lakin 2 arada olmaz. Deməli 1, 2, birləşmə 2-5 götürərik. X-in əmsalları cəmi 1, üstəgəl 3, üstəgəl 4, üstəgəl 5 isə bizə 13 cavabını verəcək.